Bizim aile çok böyüdü. Atam tək işləyirdi, fəhlədir, dəmir yol fəhləsi idi. Və ailəni saxlamaq çətin idi. O mənə məsləhət gördü ki, mən gedim işləyim və ailəyə kömək edeyim. Mən isə təhsilimi davam etdirmək istəyirdim. Demək istəmirəm ki, atamın mən bu sözümdən çıxdım, yox. Ancaq atamın bu sözünü mən bir ata sözü kimi qəbul etdim. Eyni zamanda çox fikirləşdim, düşündüm. Və belə fikrə gəldim ki, mənim üçün oxumaq, ali təhsil almaq və gələcəyim üçün lazım olan dili almaq lazımdır. Buna görə də mən qərar qəbul etdim. Məsələn, o vaxtları mənim 16 yaşım vardı. Naxçıvandan Bakıya gəlmək o qədər asan bir şey deyildi.